Yenə Bəhmən vətəni olunan sizə bir əhvalat danışacağım, şeiri ilə əlbəttə. 5-6 nəfər paxıl yığılır ki, Bəhmənin adı dünyanı götürür. Hansı məclisə girsən Bəhmənin şeirləri deyilir. Hara gedirsən Bəhmənlə tanınırsan. Xeyr ola, gəlin bundan ərizə yazaq, işdən çıxartdıraq, onu pisikdirək. Bəhmənin adını ləkələyək. Belə də edirlər, bunlar ərizə yazırlar. SSR Təhsil Nazirliyindən o vaxt Maarif Nazirliyidir. Yoxlama gəlir, məktəbi yoxlayırlar, heç bir qüsur tutmurlar, gedirlər. İkinci dəfə bunlar bir də yazırlar bir neçə nəfər. Üçüncü dəfə yenə yazırlar, bir səs soraq çıxmır. Bunun biri hiçli yaxınlaşır Bəhmənə, deyir, Bəhmən, eşitdim səndən ərizə yazırlar, amma sənə də heç kim dəyib dolaşmır. Sənin daydayın kimdir ki, səni belə müdafiə eləyir? Heç kim sana gücü çatmır. O boyda ərzələrin qarşısında sən işdən çıxmalıydın, səni tutmalıydılar. Bəhmən müəllim deyir ki, mənim elə bir dayım var. Heç kimin yer üzündə ona gücü çata bilməz. Axşam gəl bir stəkan çay içək, çayxanada kim olduğunu sana deyərəm. Bu çox maraqlanır ki, onun kim olduğunu bilsin. 4-cü dəfə ərizə yazanda yazsın ki, bax, dayısı filan kəsdir, qoymur bunu işdən çıxartsınlar. Və gəlirlər bir stəkan çay alırlar, tələsik deyirsən Allah. O dayının adı nədir? Kimdir o? Bəhmən yazır. Əysə nəzərini dünya məhv olar. Məkan mənzili bilinməz dayım. Günəş də şüasının nurundan alır. Məkanı mənzili bilinməz dayım. Nə qədər gizlində sirlər olsa da, haqq ilə haqqı o verməz bada. Kim haqlıdır, kim haqsızdır dünyada, nəzər diqqət eylər, ərinməz daim. Haqq qənimdir haqq yolundan azana, üzdə gülür, dalda quyu qazana. Nahaqdan Bəhməndən böyütən yazana gör keylər o gözə görünməz daim. Qoy Allah hamımızın köməyində olsun.